Salam əzizləyicilər, bugünkü avtomobilimiz Chery Amoda C5'dir. Belə bir problem var ki, orta sağ radar problemi var. İndi biz bunu yoxlayacaq. Burada 3 xəttdən ibarətdir, naqildən ibarətdir. Bir plus, minus, bir də siqnal xətti. İndi biz bir-bir yoxlayacaq, görək burada siqnal xətti hansıdır, plus xətti hansıdır, bir də minus xətti hansıdır. İndi bir-bir yoxlayaraq göstərəcəm sizə. Deməli 2 ilə 3-cü ayağımıza biz kontrol lampanı taxmışıq. Görürük ki, burada bunun gərginliyi var. Yəni qida tərəfində problem yoxdur. İndi siqnal hissəsini sizə göstərmək istəyirəm. İndi oscilloqrafı qoşub göstərəcəm sizə. Əziz izləyicilər, bunun siqnal xəttinə qoşulmuşuq. Bu mənfi ayağıdır radarın, bu isə siqnal xəttidir. Burada heç nə yoxdur, oscilloskopda heç bir hərəkət yoxdur. Burada normalda lin xəttləri olmalıdır. İndi o birisi radarda da göstərəcəm. Əslində burada xəttlər necə olmalıdır, necə işləməlidir. Radarımızı qoşmuşuq yenə həmənki qayda ilə. Burada belə bir lin xəttləri var. Yəni əslində belə işləyəsidir. İndi bizdə bilmirik problem xəttindədirmi, yoxsa blokun özündədirmi? İndi bir-bir onları da yoxlayıb sizə deyəcəm. Deməli əzizləyicilər, burada aralıq şteker var idi, onu çıxartdım. Həmənki radarın naqilinə qoşulmuşam. Bir də blok hissəsindən çıxartmışam. Bura qoşdum. Deməli bizdə belə bir müqavimət var. Deməli hardasa xətt qırılıbdır. Cüzi bir cərəyan keçirdir. Aşağıda biz gördüyümüz kimi 7,9 volt hardasa belə bir şey vardı. Düz cərəyanı gərginliyi keçirdir, amma müqaviməti çoxdur deyə cərəyanı keçirtmir. Xırda cərəyanını qurğular deyə bular. Bunlarda hər hansı bir xırda bir problemdə başlayır işləməməyə. Bizim problemimiz indi bu xətlə aşağıdakı ştekerin arasındadır. Bəli əzizləyicilər, kabel trekerlə yoxlamaq istədim. İndi burada qırıq yox idi deyə kabel treker üzəməli işləmədi burada. Soya getdim. Kabeli dartanda buradan çıxdı. Sizə göstərəcəm ki, bu işləyir yoxsa yox. Yəni kabel buradan o tərəfə salamatdır yoxsa yox. Aşağıdakı kabel qoşuluydu. İndi bura vururuq. Deməli bizim qırıq aşağıdaydı. Əzizləyicilər, xətt təmir olundu. Oscilloskopla qoşulmuşuq. Belə bir lin xəttləri var. Düzdür, buradan qoşmuşam. Blok tərəfdən. Yenə də. Əlimi yaxınlaşdırıram. Belə tez-tez gəlir, keçir. Deməli, bizim avtomobildəki problem xəttin qırıq olmasıydı. Diqqətiniz üçün təşəkkürlər.